5 saat böyle çəkisi var. İnşallah görüp bir 5-6 ay saxlayayım. Ne olur. Koy bunu götürüm. Her işlerimi təmiz bitirməmişəm. Hələ betonlanmalıdır buralar. Hələ bir gün idarə eləyər heyvan. Bu heyvanı artıq 2 ayda almışam. Yanvar ayının biridir. Almışam bu heyvanı noyabr ayının birində. İndi 2 aydan sonra təxmini istəyirəm ki, bu heyvana çəki qoyum. Demek bu tam devir olması da biraz çəkiyə yaxın rəqəm olacaq. Çünkü heyvanın köklüyü de burada rol oluyor. Heyvan o kadar da kök değil. Yani teze başlamışım. Erkek heyvandaki biraz geç özünü gösterir. Dişiye nispeten. Metreden istifade etmek isteyen demek bunun sinesinden metre atıp çevresini ölçmek lazımdır. ...134. 1 metre 34 santim. Demək elədi 134 santimetr çevresi. Bu da eləyir canlı ağırlığı 206 kilo. Bunu da mən 45%'e vururam. İndi ola bilər ki, burada 45% yoxdur, 40% var. O məsələ də var. Ancaq mən 45% hesablayıram. Çünki mən elə bunu uzun müddət saxlayacağım. Ona göre o sonda elə 45%'e gəlib çıxacaq. Bu deməli 206 ilə hesablayanda 45%'e vuranda gəlib 92 kilogram eləyir. Biraz 92 kilogram gəlməyə biraz şübhəlidir. Çünki elə arıqdır. Amma sonuçda yem verdikdən sonra, özünə gəldikdən sonra 45%'e gətirib çıxara biləcəyəm. İndi istəyir ki, bunu ölçək, dananı çəki qoyaq, görüm nə qədər çəkisi var. O da yoxdur da. Sən bir baxıyorum, düz yoxdur da. Bu değil. Düz yeri. Düz yeri. Bunlar getirdi bir tərəfini. Ben getirmiş Ayağım. %155. 155 hesaplar. Ne kadar dedi? 45%'den buna alayım. 136 kilo. Dostlar, bizim təxminimizə görə dəfələrcə bunu etmişik. Dostumuzdan biri də, Rəcəb dostumuzdan biri də. Bu düz gəlir. Yəni kəsmişik, düz gəlir. Yəni çox gəlib ki, az gəlir. 136 kilo. Uzaq vaxt almışdım, videolarını görmüşsünüz. 10. ayda istəyirəm ki, 2 ayda saxlayayım. Bırakmıştım malların içine. İndi isə istəyirəm ki, bunu bağlı şəraitdə biraz da bəsləyim. Sonra satın. Çevrəsini ölçəcəyim, ona uyğun çəki təyin edək. 2 aydan sonra da yenə ölçərik. Bunun üçün nə etmək lazımdır? Bu çevrəsin. Yoxlar, tez-tez soruşurlar məndən. Bu çevrəsin burada. Burada.
Ölçme lazımdır. Yan. Bırak. İyi ya. Çok arkadan da olmaz ancak birden gerek ölçer. Diyan da olmaz. Böyle getirip 160. Belki olabilir 160'dan çok olur. 160 kilo. 160 santim. 1 metre 60 santim. Demek dostlar, internette var yani büyükbaş hayvanın metreyle təxmini çəksin. Təxmini olmaya da dəqiq olur. Neçə dəfə istifadə eləmişəm. Demək bu edir 1 metre 60 santim edir. 330 rəqəminə denk gəlir orada. Onu da ben 46%'ni hesablayacağım. Erkek danadır. 330 vurulan 46%'de 151 kilo gösterir. Şimdi hayvanları sürür. Ona göre biraz aralayıb. İstəyirəm bir təzədən bu çəkini yenidən bərpa edə bilsin. Bağlı şəraitdə saxlayacağım. Otu da, suyu da, hər bir şey bağlı şəraitdə verəcəm yenidən. İnşallah növbəti videolarda görüşənədək. Bugün istəyirəm ki, göngəni satam. Qəssab qardaşlarla danışmışam. Bir gün öncə hal-hazırda saat səhər 4'dür. Birazdan qardaşlar gələcək. Təxminən saat 5'ə. Ona qədər bəzi işlərim var. Həm də istəyirəm ki, göngəni bir də dəqiq səhər ac qarnına ölçüm. Çünki tox qarnına ölçəndə biraz ola bilər ki, məni çəkidə aldatsın. Ya. Həmişə bir eşsəm gəlir, ola bilər ki, acıqlarına da ona görə. Uzun kalması bakıyor.
Yox. Dostlar, Göngə getdi. Mən də paltarımı dəyişeyim. Gedim. Maraqlıdır, görüm neçə kilo gələcək. Qəssab qardaş məndən soruşdu ki, neçə kilo çəki qoymuşsan? Mən də dedim ki, ona, siz gəlincə mən metrə ilə ölçdüm və mənim qoyduğum çəki 194 kilo olmalıdır. Ha, qardaşlar, deməli, heyvan 195 kilo gəldi, bu da 45% ilə oldu. Köklüyü 45% ilə əmələ gəldi. Demək, 195 kilo, oradan 6 kilo skitka çıxıldı, güzəşt, 103 kilo, 189 kilonun pulunu qardaşlar verdilər mənə.